Bugün soyuq əllərdə məşhur olan şirniyyatı hazırlayasan. Əlbəttə, bu dəqiqə özüm hazırlayacağım. İlk öncə xəmirimizi hazırlayırıq. Yarım armudu stəkan qədər duruyaq. 1 stəkandan 3 barmaq arası su əlavə edirik. 1 paket vanil əlavə edirik. 1 dolu xörək qaşığı da şəkər tozu və 1 stəkan da un əlavə edib yoğururuq. Xəmirimiz belə olmalıdır. Nə yumuşaq, nə də bərk, orta kıvamda. İndi yumurta boyda kündələrə ayırırıq. Hazırladığımız bu kündələrin içinə şkarat qoyub bükürük. Əvvəlcədən qızdırılmış 180 dərəcə ilə 5-6 dəqiqəliyini pişməyə qoyuruq. Ləzzətli şirniyyatımız hazırdır. Bismillah eləyək, dadına baxaq. Dadı tamı həqiqətən çox ləzzətli olub. Sizlər evdə mütləq hazırlaya bilərsiniz. Amma biraz görünüşü tam yumru olmayıb. Onun da səbəbini yoldaşım deyəcək. Mən də xəmirləri azca biri böyük, biri balaca tutduğum üçün, amma görünüşünə baxmayın, dadı çox qəşəngdir.